Ümumiyyətlə tarixə tarix kimi yanaşmaq lazımdır. Təbii ki, tarixi şəxsiyyətlərin içində parlaq fəaliyyəti olanlar da var, nöqsanı olanlar da var və bunları da eyni zamanda mütəxəssislər öz dövrünə görə analiz edib qiymətləndiriblər. Tarixə tarixçi yanaşması başqadır. Tarix fəlsəfəsi nəzərindən yanaşma başqadır. Siyasətçilərin tarixə yanaşması başqadır. Bəli. Bilirsiniz, indi məsələn bu qondarma erməni soyqırımından bağlı bir dəfə cənab Ərdoğan da dedi ki, bu tarixçilərin məsələsidir. Tarixi fakt sübut yoxdur, amma siyasi yöndən hətta bu son dönəmlərdə bir ölkə onu tanımaq da istədi, bir gündəmə də qaldırdı onu. Deməli, siyasətlə bu tarixi həqiqətlər üz-üzə gələndə bəzən vəziyyət dəyişə bilir. O baxımdan bu Səfəvi məsələsi də, Şah İsmail məsələsi də ümumiyyətlə buna baxış obyektiv olmalıdır. Bu bizim keçmişimiz, tariximizdir. Fərqli baxış ola bilər, Təbii amma ki, obyektiv olmalıdır. Şübhəsiz ki, buna məsələn siyasi baxışdan buna ha tərəfə istəsən, o tərəfə də bunun yönünü dəyişmək olar. Və yaxud da nə bilim, indi qonşu ölkə oradan deyir ki, bizim şahımızdır. Məsələn, biz də deyirik ki, bizimdir. Yəni, görürsünüzmü, burada artıq bu maraqlar, necə deyərlər başqa. Amma tarixə tarix kimi yanaşanda həqiqət obyektiv olaraq ortaya çıxır. Axı, biz gəlin gənclərimizi də, gələcəyimizi də düşünək axı. İndi bu şaxəli mübahisələr, müzakirələr çox mənfi nəticələrə gətirib çıxardır. Hər şeydən əvvəl də mən onu deyim ki, mən çox mütəəssir oldum ki, bizim cəmiyyətimiz hələ də müzakirə və mübahisə mədəniyyətinə sahib deyil. Bu çox ağrıdıcı bir haldır. Hətta mən deyəcəm, elmi dərəcəsi olan alimlər mən gördüm ki, sosial şəbəkədə söyüş söyür, lənət oxuyur, təhqir yağdırır, təhdid yağdırır. Elmi müzakirədə durub adamın vəzifədən işdən çıxardılması tələbini qoyur, tutturulmasını tələb edir. Belə müzakirə olar. Axı, bu adamlarla heç belə mövzulara açmağa dəyməz axı. Dəxli yoxdur, nə mövqedə olur olsun, fərq eləməz. Şər, böhtan, iftira, bunlar nəyə lazımdır axı? Qıraqdan baxanlar var, bu necə yaraşar bizə? Mən hesabladım, 30 il vaxt lazımdır bizim insanlarımızın sosial şəbəkədə. 28-30 il lazımdır. O da nə şərtlə? Qanunlarda sərtləşmə olsun, qadağalar o təhqirlərə filanlara görə, bir də sosial vəziyyətlə əlaqəli, mədəni psixoloji vəziyyətlə əlaqəli müəyyən tənzimləmələr, işlər görülsə, 30 ildən sonra biz normal orada Şah İsmaili da, Nadir Şahı da təhqirsiz, filansız, hədəsiz oturub müzakirə edə bilərik. Ona görə hələ bu müddət tamamlanmadığı üçün mən hesab edirəm ki, ümumiyyətlə bu müzakirələr olunmamalıdır. Ona görə ki, bir tolerantlığımızı pozur. Mən gördüm, adamlar var ki, bir-birinə artıq salam vermir, biri o birinə kim bəsləməyə başlayıb, biri o birini təhqir elədi, o birisini hədələdi, o birisini işdən çıxartmaqla ərzə yazdı. Yəni, bu Səfəvi, Şah, bizim tarixi irsimiz bugünkü gün bizə problem mi yaradır yəni? Və niyə yaratmalıdır?